Bismillahirrahmanirrahim. Allah'ın salamı, rahmeti ve bereketi üzerinizde olsun. Ey güzel Müslüman Ehli sünne kardeşlerimiz ve hususen de özlerini ehli sünne sayan Vahhabiler söyleyirler ki, Şiyeler deyir ki, Allah'a giden yol Ali'den keçir. Onda biz de ehli sünne olarak söylüyoruz ki, Allah'a giden yol Abu Bakir'den, Ömer'den, Osman'dan keçir. Evvela bir sözü söyleyende, bir fikri deyende onu subut etmək lazımdır. Subut etmək için faktlar, deliller, subutlar ortaya koymaq lazımdır. Ya Kur'an ayəsiyle ya da sahih hadisler vasıtasıyla. İndi sizlerin nəzərinizə Peygamberden gelen bir hadisi çatdıracağım. Bu hadiste Ali aleyhissalam hakkında Peygamberimiz bizlere 4 şeyi çatdırır. Ve onu da diyeyim ki, mezhebinden asılı olmayarak bütün İslam alimleri bu hadisin sahih olmasına, senedinin sahih olmasında ittifak ediblər. Söyleyiblər ki, hadis sahihdir, senedi sahihdir. Bu hadiste Peygamberimiz sallallahu aleyhi ve sellem Ali aleyhissalam hakkında söyleyir ki, seni yalnız mümin sever, sana yalnız münafik, kin, nifrət bəsləyər. 2. Ali'ni sevən məni sevmişdir. Ali'yə kin, nifrət bəsləyən mənə kin, nifrət bəsləmişdir. 3. Ali'yə əziyyət verən mənə əziyyət vermişdir. 4. Ali'ni söyən məni söymüş sayılır. İndi mən bir sual edirəm. Cəmən özlərini əhl-i sünnə sayan kəslərə elə bir hadis gətirə bilərsiniz ki, heç olmasa bir hadis gətirə bilərsiniz ki, hansısa sahabə haqqında Ali aleyhissalamdan başqa Peyğəmbərimiz belə bir söz deyib. Bəli, biz iddia edirik ki, söylüyoruz ki, Allah'a giden yol Ali'den keçir. Peyğəmbərimiz buyurub, mən elimin şəhəri Ali onun qapısıdır. O şəhərə girmək istəyən qapıdan gəlsin. Biz də Ali aleyhissalamın vasıtasıyla Peyğəmbərimizi tanıyırıq. Daha çox, daha gözəl, Allah Taala'nın istədiyi kimi Peyğəmbərimizi tanımaqla o bir olan Allahımıza iman gətiririk Peyğəmbərimizin vasıtasıyla. Ey özünü əhl-i sünnə sayanlar, bircə sənədi sahih olan bircə hadis gətirin ki, hansısa sahabə haqqında Peyğəmbərimiz Ali aleyhissalam haqqında dediyi bu 4 məsələni onların da haqqında demiş olsun. Allah cəmən müsəlmanları qorusun. Allah Taalanı həmd eləyək öz izzət cəlalına. Bizləri istədiyi qullarından qərar versin inşallah. Haqqı deyənlərdən, haqq yolla gedənlərdən bizləri qərar versin inşallah.